İmam Musa Kazım əleyhissalam həbsdə olan imamımızdır. Həbsxanada şəhid olub, həbsxanadan mübarək bədəni çıxıb. İmam Musa Kazımın şəhadət günləridir. İmamdan bir hikmətli kəlamı diqqətinizə çatdırıram. Bizim dövrümüzlə, zamanımızla bağlıdır. Bəzi bəlalar var, əvvəl olmayıb, indi var. Bəzi xəstəliklər var, əvvəl olmayıb, amma indi var. Hələ gündən-günə elə bəlalar, elə fitnələr, elə xəstəliklər cəmiyyətimizdə ayaq açıb, baş alıb gedir, amma əvvəl bunlar olmayıb. Səbəb nədir? Müxtəlif səbəbləri var. Bir başlıca səbəbi də İmam Musa Kazım əleyhissalamın hikmətli kəlamında qeyd olunmuşdur. İmam buyurur: "Kullama ahdathan nas minez-zunub ma lam yakunu ya'malun, ahdathallahu lahum minel-bala ma lam yakunu ya'uddun." Hər vaxt nə zaman insanlar əvvəl etmədiyi günahları etsələr, yeni günahlar etsələr, əvvəl bu günahlar da yox idi cəmiyyətimizdə. Bu biabırçılıq, bu rüsvayçılıq, bu həddini aşmaq, bu formada olan cinayət yer üzərində fəsad yox idi. İnsanlar yeni günahlar etdikcə Allah Taala da onlara yeni bəlalar düçar eləyər, göndərər ki, əvvəl onlarda bu bəlalar yox idi, bilmirdilər. Güman etmədikləri bəlaları göndərər. Yeni günah eləyərsən, yeni bəla gələr. Yeni günaha əl atarsan, yeni cinayətə əl atarsan, Allah Taala yeni xəstəliklər, bəlalar göndərər. Bugün cəmiyyətimiz buna bariz nümunədir. Dərman tövbədir, istiğfardır, Allahdan bağışlanmaq istəməkdir. İstəmiriksə yeni bəlalara, ağlımıza gəlməyən, zehnimizdən keçməyən, qəlbimizə dammayan günahlar, bəlalar olmasın, gərək o müasir günahlar ki var, adım belə qoyaq, o günahlardan uzaq olaq. Allahın vəli Peyğəmbər və onun pak əhl-i beytinə Allah Taala bizləri bu kəlamda olan insanlardan qərar verməsin. Amin.